Salam hörmətli izləyicilər, xoş gördük sizləri Kənd Heyvanları kanalında. Əziz izləyicilər, bugün istərdim dabaq xəstəliyi haqqında danışım heyvanlarda. Yəni dabaq xəstəliyi var. Bir çoxunun təsərrüfatına da baş veribdi. Ümumiyyətlə bir çox yerlərdə yox, ümumiyyətlə bu mal qara satılan yerlərdə bazarları dayandırıblar, dezinfeksiya edirlər. Yəni bu dabaq xəstəliyi böyük buynuzlu heyvanlarda, yəni inək, dana, ondan sonra nə bilim balacalar da, yəni qoyun, quzu, keçi, həmçinin dəvə, donuzda da belə aşkar olunur. Yəni bu hava ilə keçir bir-birinə, mal-qaradan, yəni o xəstəliyə yoluxanlarda mal-qarada digərlərinə keçir. Bu hətta insan üçün də təhlükəli ola bilər. Yəni onun ətini bəzi insanlar belə deyək də quyruğu zadı çiy-çiy udur eləyir, elə də keçə bilər. Ümumiyyətlə yaxşı bişməyəndə də keçə bilər. Ümumiyyətlə bu müddətdə heç belə mal əti, qoyun əti yemək düzgün də deyil, hələ bir müddət. Yəni bu xəstəlik var. Ona görə indi görək nə tədbir görürlər. Yəni heyvanlar əlamətləri bunun o burnu zadı belə bütün yara bağlayır, ayağı zadı, o şey deyək də ayaqlarının böyürləri zadı. Bu belə deyim, hava ilə də bir-birinə keçir. Ondan sonra heyvanda iştahsızlıq olur, hərarət olur, su gəlir burnundan və s. də, yəni əlamətləri budur. Ona görə bir müddət məsləhət odur ki, hələ ki yeməyin. İndi inşallah görək nə olur. Yəni bu xəstəlik inşallah geniş yayılmaz. Çünki kənd təsərrüfatına, kənd adamlarının malına zada ziyan vurur. Onlara sərf etdikləri yemlər, zat hamısı zay gedir. Çünki belə deyək, yəni bu xəstəliyə yoluxan heyvanları satışı qadağan olunur. Həmçinin də yəni yemək məsləhət deyil və həmçinin elə kalpası zat da almağınız məsləhət deyil. Çünki ola bilər ki, kalpasıya verə bilərlər elə xəstə heyvanların müəyyənlərini. Çünki ucuz kalpasalarda belə xəstəliklər aşkar oluna bilər. Ona görə o insafsız insanlar verə bilər gizlin. Yəni məsləhət odur ki, hələ ki quş əti yeyin. Yəni həyətinizdə quşlar zat varsa onu yeyin. Yəni görək nə olur. Quş əti də qalxması yaxşıdır. Bəlkə də qalxıbdır, xəbərim yoxdur. Yəni bu xəstəliklər yayılıbdır. İnşallah Allah özü kömək olsun. Yəni kənd təsərrüfatına bu böyük təbii ki zərbədir, ziyandır. İnsanların mal-qarası qırılır. Yəni bu xəstəliyə yoluxur. Müalicəsi də indi görək necə olur. Yəni biraz çətindir. Ona görə biraz bir müddət məsləhət odur ki, ət zat yeməyin. Yəni həm öz sağlamlığınız üçün, həm ailənizin sağlamlığı üçün. İsəz də bu quş ətlərindən zatdan yeyin. Həmçinin çalışın da ev toyuqlarınız zat varsa elə onlardan heç satmayın. Yəni bəzi insanlar misal üçün 50 dənə, 100 dənə saxlayır satış üçün və yaxud 200 dənə. Heç elə çox da satmayın. Yəni ət yerinə ondan yeyin. Belə. İnşallah Allah özü kömək olar. Kənd insanlarının, kənd təsərrüfatının, belə deyək də, mal-qaraya baxanların əməyini yerdə qoymaz, Allah özü kömək edər. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Bir-birindən gözəl videolar gəlir. Burada da gələcəkdir.
vaxt olmur qoymağa. İnşallah gözəl videolar gələcək. Sağ olun əziz izləyicilər, salamat qalın.